hörmətli dostlar, belə bir elektrik dövrəsini təqdim edirəm. Deməli, məsələ belədir ki, K açarı vurulduqdan sonra, qapandıqdan sonra yaranan cəryan şiddəti, yəni A-nın göstəricisi I2. Əvvəlki cəryan şiddəti I1. K açarı vurulmamışdan əvvəl I1 idi. Yəni bu cəryanların nisbəti 5-ə bərabərsə, faydalı şəmsalını tapın. Yəni dövrənin faydalı şəmsalını tapmaq lazımdır. Bir təkrarlayıram. Yəni K açarı vurulduqdan sonra alınan cəryan şiddəti bölək qapanmadan əvvəl olan cəryan şiddəti bərabərdir 5, faydalı şəmsalını tapın. Deməli, biz yazacağıq I2 bölək I1 bərabərdir. Tam dövrə üçün Ohm qanununa görə bölək R olacaq. Çünki bu görürsünüz qapandıqda qısa qapanma olur. Qısa qapanmada cəryan F-1-ə R-dir. İkincisi isə tam dövrə üçün Ohm qanunu R plus R. Bu tərsinə çevriləcək. Epsilonlar gedəcək. Alacaq R plus R bölək kiçik R bərabərdir 5. Buradan da alırıq R plus R bərabərdir 5R və R bərabər 4R. Biz bilirik ki, faydalı şəmsalı R bölək R plus R-dir. Bıraq 100% bərabər. Yerinə qoysaq, burada 4R, burada isə 5R. Bax, kiçik R olacaq. Həm böyük R-in yerinə yazırıq. 4R, burada isə 5 kiçik R. 100%. R-lər gedir. 4-də 5, 5-də 4 vuraq 100%, eləyəcək 80%. Baxın, belə. Bəli, faydalı şəmsalı 80%-dir. Cavab C variantı. Sağ olun, gələn görüşlərə qədər.